Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in. Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizləri namaz dinin sütunu verilişində xoş gördük. Biz keçən verilişimizdə namazın əhəmiyyəti barəsində, Qur'an-ı Kərim və hədislər barəsində sizin nəzərinizə çatdırdıq. Bugün isə biz namazın İslam dinində yalnız vacib olması barəsində söhbət edəcək, yoxsa digər peyğəmbərlərin vasitəsilə onlar özləri namaz qılaraq öz ümmətlərində də vacib olub, yoxsa tək İslam dininə aiddir? Biz həm Qur'an-ı Kərimə, həm də ki hədislərə nəzər salanda görürük ki, namaz o qədər əhəmiyyətli bir məsələdir ki, hətta Peyğəmbər salavatullah peyğəmbərliyə seçilməzdən də öncə digər peyğəmbərlər bütünlüklə 124 min peyğəmbər özü ibadət edib və öz ümmətlərinə ibadətin, namazın vacib olmasını çatdırıblar. İmam Sadiq əleyhissalamdan gözəl bir hədis var. Buyurur ki, Əhabbul ə'mali iləllah, Allah yanında ən üstün əməl əzzə və cəllə əs-salat, namazdır. Və hiyə axiru vəsayəl ənbiya. Bu, bütün peyğəmbərlərin axırıncı sifarişidir, vəsiyyətidir. Bütün peyğəmbərlər və bunun kənarında bir neçə hədislərimiz var ki, bütün ənbiyalar, peyğəmbərlər özləri ibadət ediblər, namaz qılıblar, amma bunun kənarında da öz ümmətinə həmişə namazı tövsiyə ediblər. Amma burada mümkündür ki, hər ümmətin dövründə, hər peyğəmbərin öz ümmətinin dövründə mümkündür ki, namazlar fərqli olsun. Bizim məqsədimiz namazların rükətlərində deyildir. Bizim məqsədimiz hər bir peyğəmbərin dövründə namazın vacib olması barəsindədir. Odur ki, bizim peyğəmbərimizdən öncə, yəni İslam peyğəmbərindən öncə digər peyğəmbərlər də namaz qılıb və onlar da öz ümmətlərinə namazın vacib olması barəsində tövsiyə ediblər. Biz bəzi hədislərə baxanda görürük ki, başda məsələn Adəm peyğəmbərin namaz qılması, İdris peyğəmbərin, Şis peyğəmbərin, Yunus, Salih, Lut, Şüeyb, Davud, Zəkəriyya, Əyyub, İsmail və sair digər peyğəmbərlərin namaz qılması barəsində bizlərə gəlib çatmışdır. Məsələn, ilk Əbul-Bəşər olan Adəm əleyhissalam bildiyiniz kimi yer üzünə tərk-i ovla etdikdən sonra, yer üzünə düşəndən sonra onun bədənində bəzi ləkələr var, bəzi hədislərə əsasən ləkələr əmələ gəlir. Allah əmr edir ki, namaz qıl ginən. O namaz qıldıqca onun bədənindən ləkələr aradan gedir. Ondan Cəbrail əleyhissalam orada Adəm əleyhissalama buyurur ki, sənin ümmətinin də gündə 5 dəfə namaz qılması, 5 namaz qılması eynən sənin bədənində olan ləkələrə bənzəyir. Əgər bir şəxs hər gün 5 dəfə namaz qılar, sənin bədənindən o ləkələr getdiyi kimi onun da bədənindən günahlar tökülər. Bu qədər namaz əhəmiyyətlidir və hətta bəzi hədislərdə vardır ki, buyururlar ki, Adəm əleyhissalamın əsr və məğrib namazının rəkətləri təqribən 50 rəkət olub. Bəzi Biharul Ənvarda belə bir hədislərimiz var. Amma bunun kənarında mən istəyirəm ki, Qur'an-ı Kərimdən bəzi ayələr oxuyum ki, İslam peyğəmbərindən öncə digər peyğəmbərlərin özlərinin ibadət etməsi və öz ümmətlərin ibadətə, namaza dəvət etməsi barəsindədir. Birinci, Həzrəti İbrahim əleyhissalam barəsində və İsmail əleyhissalam barəsindədir ki, Qur'an-ı Kərimin İbrahim surəsinin 37-ci ayəsində buyururlar ki, İbrahim əleyhissalam öz ailəsin və İsmail əleyhissalamı körpə ikən Beytül Müqəddəsdən, indiki Fələstindən
Məkkəyə gətirərək Allahın əmri ilə o isti qumlar üstündə susuz, qida olmayan, insan yaşayışı olmayan yerdə qoyanda İbrahim əleyhissalam belə dua edir. Rabbana inni əskantu min zurriyyəti bivadin qeyri zi zər'in. Buyurur ki, ilahi, mən öz zürriyyəmi, yəni İsmail əleyhissalamı elə bir yerdə qoydum ki, orada artıq əkin, biçin, belə bir şeylər yoxdur. Bir sözlə, yaşayış yeri deyil, burada heç nə yoxdur. İndə beytikəl muharrami Rabbənə liyuqimus salat. Bu deyir ki, elə bir evdir ki, bu Beytül Haramdır. Odur ki, burada mənim Rəbbim liyuqimus salat, burada namaz qılınsın. Baxın, İbrahim Peyğəmbərin duası həm özünün orada olması, həm oğlu İsmailin orada olması körpəykən Allahdan dua edir ki, burada namaz qılınsın. Digər bir məsələ isə İshak və Yaqub Peyğəmbərin namaza aid olan məsələsidir ki, bildiyiniz kimi Qur'an-ı Kərimin Allah Teala Ənbiya surəsinin 73-cü ayəsində buyurur: "Və vəhabna lehu İshaqa və Yaquba nafilə və kullan cealna salihin." Biz deyir, hədiyyə verdik İshaqı və Yaqubu, onlara bərəkət verdik və kullan cealna salihin. Biz onların hamısını salih bəndə olaraq qərar verdik. Sonra isə buyurur 72-73-cü ayəsində və cealnahum əimmətən yahduna bi amrina. Biz onları deyir öz əmrimizlə imam qərar verdik. Və avhayna iləyhim fi'ləl xayrat və onlara əmr etdik ki, vəhy etdik ki, xeyr əməlləri yetirsinlər, yerinə yetirsinlər. Və iqaməs-səla və itəəz-zəka və kanu lənə abidin. Biz onlara tövsiyə elədik ki, namaz qılsınlar, zəkat versinlər və onlar da bu işi gördülər və salih bəndələrdən oldular. Bu ayə bizə nəyi çatdırır? Bundan öncəki ayə İbrahim Peyğəmbərin və onun oğlu İsmail Peyğəmbərin ibadət məsələsi, namaz qılma məsələsi. Bu iki ayə isə həm İshak Peyğəmbərin, həm də Yaqub Peyğəmbərin namaz qılması barəsindədir ki, İslam dinindən öncə də bunlar namaz qılıblar. Digər bir məsələ isə Həzrəti Musa əleyhissalamdır. Həzrəti Musa əleyhissalama Allah Teala əmr edir ki, Tur dağına getsin, orada Allahla görüşə. O vaxt Allah Teala bu Qur'an-ı Kərimin Taha surəsinin 14-cü ayəsində ona namazı əmr edir. Buyurur ki, "Ennəni anallah." Mənəm həqiqətən yalnız Allah. La ilahe illa ana. Allah'tan başka bir məbud yoxdur. Fa'budni və aqimis salate li zikri. Mənə bəndə ol, mənə ibadət elə və aqimis salate li zikri. Məni xatırlamaq üçün, məni yada salmaq üçün, məni zikr eləmək üçün mənə namaz qıl cinən. Baxın, həm Musa Peyğəmbərində baxsaq Allah Teala Qur'an-ı Kərim vasitəsilə bizə çatdırır ki, Musa əleyhissalama da Allah Teala əmr edir ki, namaz qılmalısan. Bunun kənarında isə digər ayələr də Həzrəti İsa əleyhissalam barəsindədir. Qur'an-ı Kərim Məryəm surəsinin 29-30, məxsusən 31-ci ayəsində Həzrəti İsa əleyhissalamın namaz qılması barəsində və onun Allah tərəfindən ona namaz qılmasına əmr olunması barəsində bizə çatdırır ki, namaz hətta İsa əleyhissalamın dövründə də olmuşdur və digər peyğəmbərlər də namaz qılmışdır. Bu hadisə bildiyiniz kimi Məryəm əleyhissalam Allahın izni ilə atasız uşaq dünyaya gətirir və bunun nəticəsində indiki Fələstin Beytül Müqəddəsə daxil olanda bütün Yahudilər başlayırlar tənəv olurlar,
Sən bu uşağı necə gətirdin, necə atasız olaraq uşaq dünyaya gətirdin? Bunun da himayəsi Zəkərya Peyğəmbərin öhdəsində idi. O Yahudilər üçün bir bəhanə düşmüşdü ki, onlar Zəkərya Peyğəmbəri qəbul etmirdilər. Baxmayaraq ki, Peyğəmbər idi, salih bəndə idi. Özləri də yaxşı bilirdilər ki, Zəkərya düzgün və gözəl bir insandır, salih bəndədir. Amma onlar yenə bunu qəbul etmirdilər və onlar bəhanə axtarırdılar ki, o xaxamlar deyirlər, Yahudi xaxamları ki, onlar cəmaatdan yersiz yerə vergilər alaraq öz imkanlarını artırırdılar və cəmaata hökm edirdilər. İstəmirdilər ki, digər peyğəmbərlər onların əməllərinin ziddinə hökm versinlər. Odur ki, onlar üçün bir bəhanə idi. Həzrəti Məryəm salamullah əleyha uşaq qucağında təzə dünyaya gəlmiş halda gəldi Beytül Müqəddəsə tərəf. Cəmaat çıxdı bunun qarşısına. Gördülər ki, təzə buradan getmiş normal halda bir müddət keçib, qısa bir zaman fasiləsində qayıdır qucağında uşaq. Buna Yahudi xaxamları tənə vurur, cəmaat onun kənarında ki, bəs sən bunu hardan gətirdin, bu uşağın atası kimdir? Bunların əlinə bir bəhanə düşür. Həzrəti Məryəm salamullah əleyha Allahın izni ilə işarə edir ki, bu mənim qucağımda olan uşaqdan soruşun. Bunlar tənə vururlar yenə də, deyirlər bizi ələ salmısan məgər, təzə dünyaya gəlmiş uşaq bizimlə danışa bilər məgər? Bu an Allahın izni ilə Həzrəti İsa əleyhissalam Allahın izni ilə dil açaraq buyurur, mən Allah bəndəsiyəm, peyğəmbərəm, mənə kitab əta olunur. Sonra 31-ci ayəsində Məryəm surəsinin buyurur, وَجَعَلَنِي مُبَارَكًا اَيْنَمَا كُنْتُ. Mən harda olsam belə, Allah Teala məni bərəkətli olaraq dünyaya gətirib. وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيَّ. Nə qədər ki mən yaşayıram, canım var, həyatım var, Allah Teala mənə əmr edib ki və tövsiyə edir ki, mən namaz qılım və zəkat verim. Bəli, bu qədər ayələr, əlbəttə bundan da çox ayələrimiz var bizim ki və hədislərimiz var. Bu ayələrdən, bu hədislərdən biz əldə edirik ki, nəticə əldə edirik ki, bütün 124 min peyğəmbər namaz qılıb və onlar öz ümmətlərinə namazı tövsiyə ediblər və o dövrlərdə də namaz qılınıb. Namaz o qədər mühümdir ki, tək İslam dini gəldikdən sonra namaz vacib olmayıb. Digər ümmətlər üçün, digər peyğəmbərlər üçün də namaz vacib olub. Ona görə bu qədər əhəmiyyətlidir. Və İslam dini də sonuncu din olaraq, kamil bir din olaraq, Allahın əmri ilə daha da kamil formada namazı bizə vacib bilmişdir və bu günləri də bütün müsəlmanlara, nəinki bütün müsəlmanlara, bütün insanlara Allahın Peyğəmbər salavatullah vasitəsilə və yaxud hədislər və Quran vasitəsilə bizə çatdırdığına əsasən namaz bütün insanlara vacibdir və hər bir insan necə ki öncəki ümmətlər üçün vacib olduğu kimi bugünkü ümmətlər üçün də vacibdir və bu namazsız heç bir əməl fayda verməz. Bəli, dəyərli izləyicilər, bugünlük verilişimiz sona çatdı. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.